Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Biz keçən dərs sizinlə sualtı dünya haqqında nə bilirik mövzusunu danışdıq. Gəlin indi həmin mövzunun tapşırıqlarına birlikdə baxaq. İlk tapşırıq səhifə 76-da verilib. Okean dibinin və onun relyefinin öyrənilməsi haqqında məlumat verin, bizdən soruşur. Uşaqlar, dünya okeanının orta dərinliyi təxminən 1300 metrdir. Bu səbəbdən insanlar uzun müddət okean dibinin relyefi haqqında dərin məlumatlara sahib olmamışlar. Yalnız 20-ci əsrin elmin, texnikanın inkişafı ilə bu sahədə böyük uğurlar əldə olunmuşdur. 20-ci əsrdə batiskafın və akvalangın kəşfi, exolotun yaradılması okean dibinin relyefi haqqında bizə daha doğru məlumatlar vermişdir. Müasir tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, okean dibində 6 əsas relyef vahidi var. Materik dayazlığı və ya şelf, kontinent yamacı, materik ətəyi, abissal düzənliklər, orta okean silsilələri və bir də okean novları. Rəqəmlərə uyğun gələn okean dibi relyef formalarını müəyyən edin. 1. Materik dayazlığı və ya şelf, 2. Materik yamacı, 3. Materik ətəyi, 4. Orta okean silsilələri, 5. Abissal düzənliklər və 6 da okean çökəkləri və ya novlara uyğun gəlir. Son çalışma səhifə 77-də göstərilib. Dünyanın fiziki xəritəsindən istifadə edərək Orta Atlantik silsiləsinin yaratdığı adaları müəyyən edin soruşur. Bu Orta Atlantik silsiləsidir. Bilirsiniz, burada tavalarının ayrılma sərhədi var. Burada çoxlu sayda vulkanlar yerləşir. Nə deyə bilərik? Onu deyək ki, bu sualtı silsilə tavalarının ayrılma sərhədində yerləşir. Atlantik okean dibində Şimali Amerika və Avrasiya tavası ilə Avrasiya və Afrika tavası arasında yerləşir. Silsilə ilk dəfə 1872-ci ildə Challenger gəmisi vasitəsilə aşkarlanır. Belə ki, transatlantik teleqraf xətti çəkiliş zamanı müəyyən olunur. 1925-ci ildə tam olaraq təsdiqlənir bu adaların burada yerləşməsi. Uzunluğu təxminən 18.000 kilometr məsafədir və burada Yan Mayen, İslandiya, Azor, Kanar, Yaşılburun, Müqəddəs Yelena, Tristan da Cunha, Bouvet kimi vulkanik adalara rast gəlmək olar. Uşaqlar, bu adalarda çoxlu sayda həm fəal, həm də sönmüş vulkanlar var. Bugünkü tapşırıqlar belə. Gələn dərslərdə görüşənə qədər sağ olun uşaqlar.